BYD yoxsa Qiyan? Hansını seçək? Bizi izleyenler yazdılar ki bize daha çok Qiyan Q07 ile BYD Song Plus müqayisəsi maraqlıdır. Çin avtomobillərində at gücü həqiqət yoxsa rəqəm oyunudur? Q07 375 at gücü, Song Plus 319 at gücü DMI. Bu avtomobilin yerindən sürətlənməsi daha möhtəşəmdir. Bəs elektriklə niyə yazılan qədər sürə bilmirik? 215 kilometr siz bu avtomobili idarə edə bilərsiniz. Amma bu hesablama belə deyil. Bu və digər sualların cavabı Marat Namazovun təqdimatında. Bu avtomobillərin birini sizin üçün incələmişdim. Söhbət Qiyan Q07-dən gedirdi. Həmin vaxt o avtomobili Dipal S7 ilə müqayisə etdik. Amma YouTube'da bizi izləyənlər yazdılar ki bizə daha çox Qiyan Q07 ilə BYD Song Plus müqayisəsi maraqlıdır və həmən şərhlərdən birini də burada yerləşdirirəm. Bu avtomobilləri bizə kimlər təqdim etdi? Qiyan Q07-ni bu dəfə bizə Bab Avto təqdim etdi. Onlar da bütün demək olar ki, sevdiyiniz Çin avtomobillərin həm təzələri, həm də işlənmişlərini də gətirirlər Kitaydan, Çindən. Satışları var, hətta zəmanət də verirlər. 1 il və ya 50 min kilometr. BYD Song Plus isə bizə BYD Motors Baku, yəni BYD-nin Azərbaycanda etibarlı satış mərkəzi təqdim edib. Onlarda yalnız BYD-dir və zəmanət də verirlər. Üstəlik bir şərtləri də var. Dekabr ayının sonuna qədər bilirsiniz ki, Çin avtomobillərinin qiyməti artıq yanvar ayından qalxacaq, amma siz BYD Motors Bakudan dekabr ayının sonuna qədər bu avtomobilləri köhnə qiymətlərlə də əldə edə bilərsiniz. Nömrələrini və ünvanlarını isə burada yerləşdiririk. Elə isə mən Marat Namazov Start-Stop verilişinin start düyməsini bax bu avtomobillərin müqayisəsində sıxıram. Song Plus'ın at gücü 319, Qiyanda isə 375'dir. Song Plus'ın mühərrikində fırlanma anı 260 Nm, Qiyanda isə 330 Nm-dir. Song Plus'ın bagaj həcmi 574 litr, Qiyanda isə 763 litrdir. Song Plus'ın çəkisi 1830 kg, Qiyanda isə 2200 kg-dır. Song Plus'ın uzunluğu 4780 mm, Qiyanda isə 4837 mm-dir. Song Plus'ın eni 1898 mm, Qiyanda 1920 mm-dir. Song Plus'ın hündürlüyü 1670 mm-dir. Qiyanda isə bu rəqəm 1690 mm-dir. Hər ikisi isə yanacağı təxminən 4,9 litr yandırırlar 100 kilometrə. Bu iki avtomobilin müqayisəsində sizin diqqətinizi nəyə cəlb etmək istəyirəm? Qiyan markası Çanqana aid olsa da, bu Çanqanın alt markasıdır. BYD isə əsasən də Song seriyası daha marka olaraq daha üst marka sayılır. Məsələ nədən ibarətdir? Artıq bizə qaranlıq qalmır Qiyanın gördüyü siyasət. Siyasət nədən ibarətdir? Biz artıq onu Qiyan Q05 və CS55 Plus-la gördük. Niyə bu qədər oxşadı gövdələr falan? Niyə bu qədər mühərrik eyni oldu? Niyə çox xırda dəyişikliklərlə CS55 Plus-ı bazara çıxartdılar? Gəlin mən sizə qısa olaraq bunu izah edim. Əslində bu qeyri-rəsmi də olsa artıq sürücülər və biz avtomobil cəmiyyətində olan insanlar buna nəzər yetirə bilirik. Qiyan Çanqanın alt seriyasıdır. İlk model buraxılır Qiyan adı ilə. Orada bütün mənfi xüsusiyyətlər aradan qaldırıldıqdan sonra Çanqan loqosu ilə bu avtomobilin tam versiyası istehsal olunur. Təbii ki, qiymət fərqləri ilə. Bəli, biz Qiyanı daha ucuz əldə edə bilirik. Nəinki Çanqanı. Çanqan bir qədər daha
baha təqdim edilir bizə. Amma məsələ orasındadır ki, hələ ki Kyuyan Q07-nin Changan logosu ilə olan versiyasından biz tanış deyilik. Yəni, bəlkə də Çinlər artıq bunu istehsal ediblər, amma hələlik bazarda yoxdur. Yəni, ən azından mən tanış deyiləm bu avtomobillə. Ona görə də burada sizə markaların gücünü izah eləmək istədim ilk növbədə. Əsas eksteryerdə nəzərinizi çatdırmaq istəyirəm bu avtomobillər kimlər üçündür. Kyuyan Q07 tamına ailə avtomobilidir. Bunu interyeri incələyəndə də sizə göstərəcəm. BYD Song Plus DM isə sport, idman görünüşlü bir avtomobildir. Hətta hansı avtomobilə bənzəyir, Start-Stop YouTube kanalında şərhlərdə də yazın. Mən demirəm kopyadır, amma çox bənzəyir. İdman üslublu olduğuna görə. İstər 2 qat qalınlıqda olan U şəkilli faralar, istər kapotun üzərində uzun çıxıntılar, Q07-də aerodinamikadan danışa bilmərik. Bizə sanki o iri qabaritli düz Yapon avtomobillərini xatırladır. Bu avtomobilə yaxınlaşdıqda artıq bilmək olur ki, bu aerodinamika və sürət üçün hesablanmış bir avtomobil deyil. Gündüz fənərləri çox uzun və bu şəkildə logo ilə birləşib əladır, gözəldir. Song Plus-da isə gündüz fənərləri o qədər də maraqlı deyil. Yəni dizaynda bu avtomatik olaraq biz görürük. Xrom işləmələri çox bəyəndim. Bu hissədə Kyuyanda isə sadəcə bamperin altında yerləşdirilir və bu ağıllı radiator barmaqlıqları, ağıllı niyə deyirəm? Soyutma lazım olanda bu radiator barmaqlıqları açılır və bağlanır. Biz hər ikisini full komplektasiya seçmişik. Q07 Flagship Plus modelidir. Azərbaycanda ən çox istifadə olunan Honor Flagship və Flagship Plus-dır. Flagship ilə Flagship Plus-ın fərqi isə proyeksiyadır. Sərnişinin günlüyündə olan monitordur. İnteryeri incələyəndə sizə göstərəcəm. Elə mühərrikləri də fərqlidir. Honor'un mühərriki 1.5 sadə mühərrikdir. Flagship və Flagship Plus-da isə 1.5 turbo mühərrikdir. Elə mühərriklərdən danışmışkən keçək xırda detallarına. Kapotlar açılsın, görək orada nə var. Flagship Plus-ın çox səliqəli bir mühərrikxanası var. Changan istehsalçıları deyirlər ki, qardaş, bu avtomobilə sürücü girməməlidir. Bu usta üçündür. Bu hissə. Yalnız və yalnız şəsilənin suyunu əlavə eləyə bilərsən, buna sənə icazə verirəm. Amma biz deyirik ki, Changan, sən özünə gülürsən, biz bu vaxta qədər avtomobilin remenini də, kəmərini də özümüz dəyişmişik, şamlarını da özümüz dəyişmişik, hətta yağını da özü dəyişən sürücülərimiz var. Bax, belə bir əslində qapağın altında çox səliqəsiz bir mühərrik gizlənib. Mən düşünürəm ki, səliqəsiz buraxıblar. Sonra düşünüblər ki, gəlin belə bağlayaq, təbii bu zarafatdır. Burada bizdə 1.5 turbo mühərrik gizlənir, bax bu plasmasın altında və bir deməli elektrik mühərrikimiz gizlənir, çünki plug-in hibriddir və CLTS 215, yəni tam elektrikli diapazonu 215 kilometrdir. Tam elektrikli diapazon CLTS Çin standartıdır və tam elektrikli diapazon dedikdə nə nəzərdə tutulur? Tam elektrik mühərriklə 215 kilometr siz bu avtomobili idarə edə bilərsiniz. Amma bu hesablama belə deyil. 215 kilometrə arxayın olmayın. Əslində bu hesaplamanın real hesablama qaydası var. Bəs CLTS-in hesablanma düsturu necədir? Verilən 215 kilometr, yəni avtomobili satında sənə deyirlər ki, bu avtomobilin CLTS enerji diapazonu, sürüş diapazonu 215 kilometrdir. Deməli, elektrik mühərriki ilə necə hesablaya bilərsiniz ki, real bu avtomobildə neçə kilometr mən elektrik mühərriki ilə sürə bilərəm? 215 vurulur 75-ə.
Bu standart qarışıq rejimdir. Yəni 215 vurulsun 0,75 ortaya çıxan rəqəm avtomatik olaraq sənin real sürüş rəqəmindir. Daha sonra əgər sən bu avtomobili trasda yüksək sürətlə sürəcəksənsə 215 vurulsun 0,65. Bax, bu rəqəm artıq trasda yüksək sürətlə sürüş məsafəsidir. Əgər tıxaclarda, kondisionerdə, soyuq havalarda, yəni qışda sürəcəksənsə artıq bu demək olar ki, yarı-yarıya enir. 215 kilometri vurursunuz 0,60-a. Yerdə qalan rəqəm məsələn 120 kilometr. Bu avtomobilin qışda, tıxaclarda, soyuq havalarda kondisionerlə, elektrik mühərriklə sürəcəyin kilometrajdır. Yəni 215 görüb də buna arxayın olub demək olar ki, yanacaq çənində də yanacaq qalmasa yolda qalma ehtimalınız var. Yəni dəqiq rəqəmi biləsiniz deyə izah edirəm. 1.5 turbo mühərrik qeyd elədiyim kimi Flagship və Flagship Plus modellərindədir. Honor modellərində isə 1.5 sadə mühərrikdir. Hər iki avtomobil 92 yanacağı ilə rahat çalışır. Hər iki mühərrikin işləmə, yəni sıxılma prinsipi Atkinsondur. Ona görə də Atkinson mühərrikləri də bilirsiniz ki, böyük əksəriyyəti 92 ilə çalışır. Amma BYD-nin mühərriki turbo deyil. Əgər kimlərsə turbo mühərrikdən qaçırsa, hansısa sürücülər, o zaman bax bu BYD-nin mühərriki sadə mühərrikdir, sadə atmosfer mühərrikdir, o zaman bunu seçə bilər. Mən razıyam, bir çox sürücülər deyirlər ki, əgər turbo varsa, avtomobildə burada mütləq 95 olmalıdır. Mən bunun tərəfində deyiləm. Mən istehsalçının dedikləri, tövsiyəsinin tərəfindəyəm. İstehsalçı qeyd edir ki, yəni bunu Azərbaycan dillələri, distributorları demir ha. Bunu istehsalçı deyir. Öz kitabında da yazır. Hər iki avtomobil 92. Amma yenə də biləsiniz ki, bu avtomobildə sadə mühərrikdir, yəni turbo ilə təchiz edilməyib. Hər iki avtomobilin sürətlər qutusu E-Civic sürətlər qutusudur. Kifayət qədər dözümlüdür. Çanqanın mühərriki Blue Whale. Bu Çanqana məxsus bir mühərrikdir. İstər transmissiyası da, o da Blue Whale, yəni mavi balina adlandırıblar bu markanı, özləri istehsal edirlər. BYD-də də həmçinin BYD-nin özünün istehsal etdiyi həm sürətlər qutusudur, həm də mühərrikdir. Hər ikisində kifayət qədər dözümlü mühərriklərdir. Deyərdim ki, əgər ilk etapda, yəni avtomobili aldığınız zaman mühərrikdə bir problem yaşantısı yoxdursa, hiss etmirsinizsə ki, mən BYD-də yox, amma Çanqanda deməli, rəsmi servisi yalan deyərəm, amma gələn avtomobillərin içində birbaşa servisə gedən avtomobillər görmüşəm. Məsələ, bax bu modeldə də görmüşəm. 207-də hansı ki, avtomobil gömrükdən birbaşa servisə daxil olub mühərrik problemi ilə. Bu olur. Bu qlobal markalarda da var, Alman markalarında da var. Bu baş verə bilər. Amma avtomobildə istehsal qüsuru yoxdursa, bu avtomobillərin hər ikisinin mühərriki çox dözümlüdür və İLSAQ CF6A6B standartında hər ikisinə yağ əlavə olunur. Yağ qatılıqlarını isə avtomobillərin kitabçalarından dəqiqləşdirə bilərsiniz. 0.16 yoxsa 0.20 və ustamız gələcək, Şirin usta ondan da dəqiq soruşacaq. At güclərinə isə gəldikdə, daxiliyanma mühərrikinin at gücü 101, elektrik mühərrikin isə at gücü 218-dir. Ümumilikdə hər iki mühərrik bir yerdə 319 at gücü hasil edir. Kyuyanda turbo mühərrik olduğu üçün at gücü BYD-dən üstün olacaq təbii olaraq. 150 at gücüdür daxiliyanma mühərrikində. Elektrik mühərrikində isə 225. Ümumilikdə hər iki mühərrik birlikdə 375 at gücü hasil edir. Bağlayaq mühərrik xanalarımızı və keçək avtomobilin arxa görüntüsünə. Disk görüntülərinə gələndə hər iki avtomobil həm qara, həm də xromdan istifadə edib. Deyərdim ki, heç birinin görüntüsünü bəyənmədim. Bu bir. İkinci, 207-nin qapı tutacaqları gizlidir. Mən bunu daha çox sevirəm. Həm də aerodinamikaya xidmət eləyir bu. Song Plus TM-də isə
ənənəvi tutacaqlardır. Bəyənmədim. Bundan əlavə hər iki avtomobil açarsız girişdir. Təkər ölçüləri 19 235 50 19 arxadadır Song Plus'da və 235 50 19 da öndədir. Yəni hər iki təkər ölçüləri eynidir. 207-də isə 245 50 20, yəni disk ölçüsü, təkər ölçüsü daha böyükdür və daha üst markadan istifadə edib görürsünüz və hər iki təkərin ölçüləri eynidir. Gələk bagaj həcmlərinə. Song Plus bir düymə ilə 574 litrlik bir bagaj həcmi var. Burada kompresor var, üçbucaq var. Demək olar ki, avtomobili təkərdən əziyyət çəkməyəcəksiniz. Hər şey var burada. Və bundan əlavə bu arxa oturacaqlar açılır və demək olar ki, 3 dəfəyə qədər bagaj həcmi böyüyür. İndi isə keçək 207-nin 763 litrlik bagajına. Toy eləmək olar burada. Və burada da eyni komplektasiyadır təkər üçün. 220 voltluq çıxış burada var birbaşa və burada 12 voltluq 120 vattlıq bir çıxışımız var. Bunda da eynən arxa sıra oturacaqlar açılır və 2,5 dəfəyə qədər artırmaq olur bagaj həcmlərini. İndi isə keçək 207-nin interyerinə, dərhal isə ondan sonra keçəcəm BYD-yə. Gedək. Avtomobilə əyləşən kimi telefonu qoyursunuz simsiz şarja. Dərhal başlayır şarj yığmağa. Monitoru siz tərəfə keçirmişəm. Görürsünüz ki, rahat kameraya düşsün və siz bunu görə biləsiniz. Bu da o deməkdir ki, monitoru istənilən formada istiqamətləndirmək olur. Birinci açırıq luku. Monitordan idarə olunur. Güzgülərin tənzimlənməsi, hətta yanacaq çəninin qapağını belə monitordan idarə edirsiniz. Jaluz açılsa da təəssüflər olsun ki, burada açılan lük yoxdur. Yəni, panoramada amma lük deyil. Mən buna lük deyə bilmərəm, təbii olaraq. Daha sonra burada nələr istifadə olunur, mən sizə göstərəcəm. Təhlükəsizlikdən, beləcimdə, söhbət gedə bilməz burada. Tam olaraq avtomobil bütün təhlükəsizlik sistemlərini quraşdırıb bu avtomobil üçün. 540 dərəcə kamera və buradan salonun görüntülərini yazan, amma həm də bağlamaq olur. Belə bir hissə var burada. İstəmirsiniz salonu yazsın, açırsınız, bağlayırsınız. Vəssalam. Burada təcili yardım düyməsi var və qəza işıqları da burada yerləşir. Daha sonra monitorumuzda onu deyim ki, CarPlay yoxdur. Müəyyən bir proqram var. Həmən proqramı yazaraq idarə edə bilirsiniz. Telefonlarınızı qoşa bilirsiniz. Və kameranı görürsünüz. Mən sizə demişdim, Flagship Plus-dan fərqləndirən nədir? Bax, biri də bax, budur. Rahat şəkildə əyləşə bilirsiniz. Oturacaqlar açılır. Bundan əvvəlki Kyoyan 207 incələməsində göstərmişdim. Açılır, rahat şəkildə uzanır və nə istəyir monitorda ona da baxır. Deməli, arxa bagaj belə buradan
açılır. Monitordan lidarlar, radarlar, GPS-lər, toqquşma xəbərdarlığı, ön toqquşma xəbərdarlığı, arxa toqquşma xəbərdarlığı, zolaq tanıma, bundan sonra yol nişanlarını tanıma hər bir funksiyası var ənənəvi üçün avtomobillərində olduğu kimi. Bax bu hava çıxışlarını, reflektorların burada yerləşməsini sevmirəm. Əksər sürücülər bundan şikayətlənirlər. İstiqamət düz seçilmir. Sükanda biz buradan idarə edə bilirik. Çox az düymə var əslində burada sükanda. 360 dərəcə kameranı idarə edə bilirik birbaşa monitordan və alətlər paneli olmadığına görə ki, mən bunu sevmirəm, amma head-up display qoyulub özdə nə boyda head-up display. Bu amma əslində yaxşıdır. Demək olar ki, düymə salonda ümumiyyətlə yoxdur. Avtomobilin qapısı 2 düymə ilə açılır. Bu şəkildə. Əla. Və avtomobildən düşəndə telefon burada olduğuna görə məlumat verir ki, telefonu da götürdük. Bu əla funksiyadır, ələxüsusda mənim kimi yaddaşsız adamlar üçün. Və burada qəza üçün çıxış da var. Və buradan açırsınız və salam. Yəni qapı 2 yerdən açılır. 4 pəncərə tənzimləyən və mərkəzi qapanma, pəncərələrin də qapanması. Bunun daha dəqiq icmalını, yəni salon icmalını, interyer icmalını, monitor icmalını mən Dipal S7 ilə müqayisədə vermişdim. YouTube-da Start Stop kanalını tapın, baxın. İndi isə keçək BYD Song Plus DM-in ön interyerinə görə orada bizi nə gözləyir. Və təsadüfi deyil ki, Song Plus DM ön görünüşü də idman üslubundadır və oturacaqların da formasını görürsünüz. Tam idman üslubunda oturacaqlardır. Hətta interyer dizaynı da bunu göstərir bizə. Müxtəlif bu şəkildə işləmələr, reflektorların bu şəkildə olması, yəni bir idman üslublu avtomobilə bənzətdiyini göstərir. Bir də bir şey sizə deyim, bizim hər birimizin o möhkəm avtomobil fetişimiz var da, ağır qapı, ağır kapot. Bax, Song Plus odur. Qapı həddindən artıq ağırdır və kipliyi də görürsünüz. 207-də bunu görmədim. Bu birinci məsələ. Mənim üçün ən vacib məsələlərdən biridir. Çünki mən köhnə kişilərdənəm və o ağır avtomobil fetişi olan adamlardanım. Bu bir məsələ. Və hər iki avtomobildə telefonunuzu simsiz şarja qoya bilərsiniz. Mənim kimi yaddaşsız insanlar üçün bu əladır. Belə bir səliqəli açarımız var və ənənəvilik BYD-yə aiddir. Görürsünüz, transmisiya, CVT transmisiyasının başlığı 207-də isə bu əldədir. Start-stop düyməsi axtara bilərsiniz bu avtomobillərdə. Ələxüsusda yazılar Çin dilində yazılıbsa, çox axtarmayın. Bax, bura qoyublar start-stopu. Mən də bir sağa, bir sola, bir üstə, bir aşağıya baxdım. Amma baxdım ki, buradadır. Düymələr var 207-dən fərqli olaraq. Yenə də deyirəm, idman üslublu avtomobildir. Təbii ki, düymələr 207, yəni ailə avtomobilindən daha çox olacaq burada. Avtomatik parking var və burada hibrid və elektromobil, tam elektromobilə çevirmək üçün düyməmiz var. Parking düyməsi var, avto hold var burada. Sürüş rejimlərini dəyişmək üçün düymə var burada. Monitor isə ingilis dilindədir. Düşünürəm ki, müəyyən şeylər göstərə biləcəm BYD-də sizə. Burada xırda havalandırma üçün lükun bir balaca açılması, okey. Arxa bagaj düymə ilə açılır və açan vaxtı da siz onu geri qaytara bilirsiniz. Və salam. Bundan əlavə monitorda əgər biz göstərə biliriksə,
Monitorda belə bir şey var. Siz BYD avtomobilini sadəcə öz əlinizin içində görə bilirsiniz. Yaxınlaşdınız. Pəncərəni ürəyiniz istəyən qədər kaldırıb endirə bilirsiniz. Əssalam. Bitdi. Bundan əlavə bu oyuncaqlar deyirəm mən buna. Bu oyuncaqlara çox başımızı qatmayaq. Avtomobildə deməli CarPlay yoxdur. Huawei HiCar var və CarLink var. Bu proqramları yükləyərək siz avtomobili çöldən park edə bilərsiniz. Park yerini tanıda bilərsiniz. Uzaqdan işə salma aktiv qoşulur və bir çox o proqramlarda funksiyalar var avtomobil üçün. Daha sonra burada nə var? Eniş yardımı, sürüşmə əleyhinə təhlükəsizlik funksiyaları var burada və deməli istər funksiyaların içində zolaq tanıma, zolaqdan çıxma xəbərdarlığı, yol işarələrini tanıma, lidarlar, yəni yolda olan bütün maniyələri, avtomobildir, avtobusdur, skuterdir, hər bir şey sizə göstərəcək. Deməli, zolaqdan çıxma xəbərdarlığı, yuxu xəbərdarlığı, ön toqquşma və arxa toqquşma xəbərdarlığı, təhlükəsizlik adına nə varsa bu avtomobildə var. Song plus GMI-da. Yəni, hətta batareyalarını da müqayisə elədim. Batareyası da Blade'dir. Blade şirkətinin batareyasıdır və bu batareyalar demək olar ki, dünyada ən güclü, yəni avtomobil üçün istehsal edilmiş ən güclü və ən dözümlü batareyalar sayılır. Çünki çox geniş diapazonda bir kilometraj verir sürücüyə. Düymələr isə 207-dən fərqli olaraq burada çoxdur. İstər kameranın qoşulması, istər parking düyməsi, istər toqquşma əleyhinə olan deməli və hətta avtomobillə danışa da bilərsiniz ingilis dilində və Çin dilində. Çünki menyu həm ingilis, həm də Çin dilindədir. Burada sükanın tənzimlənməsi var. İstədiyiniz formada önə və arxaya, yuxarı və aşağı rahat şəkildə bax bu formada idarə edə bilərsiniz. Burada head-up display yoxdur. Q-Yan Q07-dən fərqli olaraq ona görə də rahat alətlər paneli yerləşdirilib sükanın arxasında və burada siz demək olar ki, bütün informasiyaları, bütün rejimləri görə bilirsiniz. Deməli, sürüş rejimlərindən eko rejim var, normal rejim var, sport rejim var və qar rejimi var. Biz hər iki avtomobili sport rejimdə idarə edəcəyik. Sürüş testləri belə gedəcək. Bir də burada bir ambiyans işıqların mən göstərmək istəyirdim. 250 rəngdə ambiyans işıqlar var burada. Mənə maraqlı idi ki, bu 250 dənə ambiyans işıq hardan çıxır? Bax bu şəkildə. Ürəyiniz hansı formada istəyir? İndi düzdür, gündür. Ola bilər ki, görsənmir. Ürəyiniz hansı formada istəyir? Bax, hansı rəngi istəyir? 250 rəngin içində seçə bilərsiniz. Hətta ambiyansın dərəcələrini də artırıb azaltmaq mümkündür. Bilmirəm, kameramız göstərə bilir, yoxsa yox. Ambiyansın indi hal-hazırda başqa rəngdə. Yəni, bu avtomobilin içində siz darıxmayacaqsınız konkret olaraq və sürüş rejimlərini də buradan idarə edə bilirsiniz. İstər əyləci, istər hibrid, istər elektromobil, istər sport, istər komfort, deməli, sükanın rejimləri, sürüş rejimləri, hər bir şey, C-pilota qədər hər bir şeyi bax buradan idarə edə bilirsiniz. Avtomobil yenidir, ona görə də bax belə parçalardır. Hələ satışdadır, yəni təbii olaraq Babavtoda. Amma bu avtomobilin arxası çox rahat və çox genişdir. Əsas müzakirələr internetdə gedir. Bax bu stolçikin üstündə. Deyirlər ki, biznes klass avtomobillərə məxsus olan bir şeydir. Amma biznes klass avtomobillərdə isə bax bu stol
sağ tərəfdə yerləşdirilib. Burada yox. Gəlin bir şey dəqiqləşdirək ki, Kyoyan ilk dəfə minivanlarda olan, yəni ailə avtomobillərində olan salonu SUV-yə gətirdi. Ona görə biz çaşıb qaldıq. Bu avtomobil biznes klass avtomobil deyil ki, bunu onun üçün nəzərdə tutsunlar. Bu avtomobil bir ailə avtomobilidir və övladını, belə deyim, qəzadan qorumaq istəyən sürücülər, analar, atalar öz övladlarını arxada əyləşdirirlər. Çünki bu bütün dünyada qəbul olunmuş bir məsələdir ki, sürücü birinci özünü qoruyur. Bu instinktdir. Ona görə də arxa sırada ən təhlükəsiz oturacaq sürücünün arxasıdır. Və burada uşaqların rahat, buradan da monitor qoya bilərsiniz, yeri var, əlavə olunub. Uşaqlar rahatlıqla burada yeməklərini yeyib, öz cizgi filmlərinə baxıb, sevimli filmlərinə baxıb, yaxşı, rahat səyahət edə bilərlər. Ələxüsus da belə geniş bir panoramik damda. Arxa sıra oturacaqlar tənzimlənir. Buradan bir düymə ilə tənzimlənir. Rahat şəkildə. Bundan əlavə isə bəsdir. Bundan əlavə isə siz pərdəni bu şəkildə düymə ilə də idarə edə bilərsiniz arxadan. Bir də onu nəzərinizə çatdırım ki, Kyoyan 207-nin arxa pəncərələri zavod istehsalı tündləşdirilib. Bunu öncəki verilişdə qeyd etməmişdim. Ön pəncərələr 2 qatdır, arxa pəncərələr 1 qatdır. Arxa pəncərələr tündləşdirilib zavod istehsalı olaraq və ön pəncərələrdə isə bu yoxdur. Kyoyanın arxa salonunu incələdim. İndi isə bu avtomobili incələyəcəm. Müqayisə eləyək görək hansı daha rahatdır. Amma biz nə axtarırıq? Rahatlıq mı, yoxsa bir idman üslublu dizayn mı və yaxud da sərtlik mi axtarırıq? Əgər biz rahatlıq və komfort axtarırıqsa, ailə avtomobili seçiriksə 207-ni bu avtomobillə müqayisədə. Yox, əgər biz stilistika, sərtlik, idman üslubu və axında seçilmək istəyiriksə, təbii ki, BYD Song Plus DM. Yəni, məsələ nədən ibarətdir? Bu avtomobilin istər ön oturacaqlarının dizaynı, istər arxa oturacaqlarının dizaynı mənə adını çəkmək istəmədiyim bir sevdiyim markanı xatırladır. O da idman üslublu bir avtomobildir. Hava reflektorları, 2 zonalı klimatı var bu avtomobilin. Panoramik damımız var burada bizim. Bir də 207-dən fərqli olaraq burada lük açılır. Bax, əsas məsələ budur. 207-də isə göstərdim sizə, lük açılmır. Dirseğatlıq, rahat, əla və burada bir əlinizdə olan əşyalarınızı çox istərdim. Orada da bir deməli simsiz şarj olsun. Yoxdur. USB çıxış və Type-C çıxış var. Amma mən sizə deyim ki, Song Plus-un dəri materialı daha keyfiyyətlidir. Nəinki 207-nin. Belə rahat, yumuşaq və daha idman üslublu müqayisədə belə bir şey gəlir. Avtomobillərin interyer, eksteryer və digər texniki tərəflərini də incələdim, amma bizim bir usta baxışına ehtiyacımız var və buna görə də peşəkar ustalardan Şirin ustanı bugün qonaq olaraq dəvət etmişik. Şirin usta, xoş gəlmisiniz. Xoş gördük Marat bəy, izləyicilərə salamlayıram. Şirin usta, ümumiyyətlə siz öz müştərilərinizə Çin avtomobilləri tövsiyə edirsiniz? Əlbəttə, amma orada da bir seçimlər mövcuddur təbii ki. Aha. Digər markalara toxunmayacağıq, çünki bu gün mövzumuz BYD və Kyoyan, yəni Changan sinifinə aid olan Kyoyan markasıdır. Bu iki markanı necə tövsiyə edirsiniz müştərilərinizə?
Bəli, əlbəttə biri keyfiyyətinə görə daha üstündür, digəri də dünyada daha çox satışına görə daha üstündür. Aha. Hər ikisinin Maraqlı yanaşmadır üstünlüyü əslində. var. Maraqlı yanaşmadır əslində. Bəs bu avtomobillərin təmiri, yağ dəyişməsi praktikanızda olubmu ümumiyyətlə? Song Plus, DMI və Kyoyan Flagship Plus. Bəli, əlbəttə bu Song Plus-dan götürək BYD-dən. Bunlarda 4 litr abıçını dimai mühərriklər də 4 litr yağ tutumudur, 3,5-4 litr. Yəni söhbət mühərrik yağından. Bəli, mühərrik yağından gedir. Özüllük olaraq 0,20-dir. İlsaq CF6A və yaxud da CF6 standartından istifadə etmək tövsiyə olunur. Q07-də isə eynən 1.5 turbo hibrid mühərrikdir, plug-in hibriddir, həmçinin deyim. Onda da 0.16 özüllükdə İlsaq CFB üzərindən, bəli, 0.16 İlsaq CFB üzərindən 4 litr. 4 litr 100 belə, amma 4 litr kifayət edir adətən. Aha, yəni turbo mühərrik olsa da əlavə yağ tələbi yoxdur da, Bəli, yəni fərqli bir yağ tələbi yoxdur. Hər ikisinin sürətlər qutusu SCVT sürətlər qutusudur. Buna Çinlilər ağıllı, smart sürətlər SCVT qutusu deyirlər. Təcrübənizdə bu sürətlər qutusunun yağ dəyişimi olubmu? Əlbəttə olub. Sürüşlərindən bir məsləhət vermək istərdim sürücülərin. Sürüşlərində adətən incə sürüşləri xoşlayır. Crossover olsa da, amma şəhər daxili üçün nəzərdə tutulub. Biraz incəliyi, biraz kübarlığı sevir. Ona görə də Yəni tez-tez ani sürətlənməni sevmir. Bəli, tez-tez ani sürətlənməni sevmir. Düz vurğuladınız. Hər ikisində dediyiniz kimi YSVT-dir. Çanqan Q07 pillələr qutusunda bunlarda bir şey də var. Daxili filtr və xarici filtr mövcud olur. Aha. Amma Çanqanın ümumiyyətlə digər modellərindəki kimi bunda da xarici filtr yoxdur. Amma BYD-də mövcuddur. Bu əlavə xərcdir əslində. Bu əlavə xərcdir, bəli. YSVT üçün tələb verən yağlar biraz ölkəmizdə azlıq təşkil edir də, amma artıq şükür Allaha ki, düzəlib. Hə, gətirənlər var, məhsullarımızın içərisində var, dəyişirik də. Bunun sadəcə yağı və Q07-dən söhbət gedir. Sadəcə YSVT tələbinə uyğun yağı və dəyişməsi xidmət haqqısı alınacaq. Amma BYD Song Plus-da isə bir dənə fərqli olaraq çöl xarici filtr mövcuddur. Bir dənə əlavə xərc o yaradır. Aha. Hər ikisinə də yəni baxırıq, məhsullarımız da var, dəyişirik. Aha, əla. Aska sistemləri hər ikisində ön McPhersondur. Bununla bağlı sizə yaxınlaşan olubmu? Yəni sıradan çıxması qarşılaşmısınızmı belə? Əslində dözümlüdür. Şəhər daxilində sürsən və səliqəli sürsən bir o qədər də çox sürə bilərsən. Amma daha üstünlük verilir Çanqan. Çanqanda biraz gövdədə var deyə. Onda biraz daha iridir, hə, qabaritlidir. O daha dözümlüdür. Yəni bunlar yeni modellərdir. İndi ölkəmizdə hər ikisi 2025-dir. Ay sağ olun. Hələ ki təcrübədədir. Yəni onu sürən də var, gəlir yanımıza müştəri. İndi biz birindən təbii ki qərara gəlmirik. Bir neçə sürücülərdən məlumat toplayırıq və indi hələ ki Çanqan Q07-dən bəyənirik. Əslində Q07 ilə biz cəmi 6 aydır tanışıq. May ayında gəldi demək olar ki Azərbaycana. Amma yetərin qədər sürücüləri var. Yetərin qədər var və mən əslində hələ belə bir şikayət eşitməmişəm. Yəni düzdür, var istehsalda problem olan avtomobillər olub, servisə yaxınlaşanlar olub, amma yaxşı çıxıbsa, yəni sürürlər, hələ ki bir problem yoxdur. Ehtiyat hissələri necə bunların? Tapılandır. Elə olsun Song Plus, olsun digər Kyoyan Q07. Artıq var, bəli, mövcuddur. Bahadırmı ümumiyyətlə bunların detalları? Çox deməzdim. Çox da baha deyil. Düzdür, ikinci əl tapmaq biraz çətindir. Təzəsini tapırsan tapanda, o bir zarafat dedim, orijinal Çin zapsasdır. Bəli, orijinal Çin ehtiyat hissəsi. Orijinal tutaycı ehtiyat hissəsi. Yəni, tapmaq olur olmağına, amma ikinci əl tapmaq olmur. Birinci əldəki təbii ki, indi normaldır. Biraz indi aşağı-yuxarı baha ola bilər, amma təzədir də. Aha. Bəs yağ filtrləri, belə deyim, yanacaq filtri səhv etmirəmsə bunlarda dəyişilən deyil. Amma belə deyim də, sürətlər qutusunun filtrləri tapılandır və qiymətlər necədir? Bahadır yoxsa ucuzdur? Bəli, var. Yanacaq filtri dəyişir əslində. Gec-gec dəyişsə dəyişir, o da var. Deyim sizə ki, elə bahalı bir şeydir, yox. Qiymət demək olar da yəqin ki. Əlbəttə. 10-25 manat aralığında yanacaq filtri, misal üçün,
Q07-də biraz daha baha ola bilər misal üçün. BYD-də indi ondan biraz daha. Adətən ikisi də eyni qiymətdir. Pillələr qutusunun mikro çöl filtri Çanqanda 40-60 manat civarında var və 60-80 manat. Təbii ki, markadan asılıdır. Yağın litrləri hələ ki 20 manatdan ucuz görməmişəm. 20 azayından bəli, pillələr qutusu yağından söhbət gedir. Nə qədər tutumu var pillələr qutusu yağının? 3,5-4 litr ondadır, elə həmçinin də 4 litr Q07-dədir. Hər iki avtomobilin əylət sistemi, belə deyim də, ventilyasiya əylət sistemidir. Kifayət qədər, belə deyim də, qoyulan maksimal sürət əslində azdır hər ikisində, yəni 180-200. Amma bir məsələ var ki, bu avtomobillərin yerindən sürətlənməsi təxminən 7-8 saniyədir. Bu da kifayət qədər crossoverlər üçün yaxşı rəqəmdir. Amma bunun bir əyləciləmə tərəfi var. İndi dözümlülüyünə görə ventilyasiyalı əylət sistemi qoyulub. Bəs mayesi necə? Hansı mayədən istifadə olunur bunda? Mayesi bildiyimiz DOT 4. Bildiyimiz DOT 4 həcmi də ki hardasa bir 600-700 qram civarında. İstimə soyutma mayəsində də hər ikisində də Q07 və Song Plus'da C12 Plus'dur. Song Plus'da 6 litr bir yerdə konverterlə, bu birisində isə 10 litr ümumilikdə istimə soyutma. O zaman mən ənənəvi sualımı verməmişdən öncə sizin hər hansısa bu avtomobillər haqqında deyə biləcəkləriniz varsa, əlavələriniz varsa bildirin. Mən son ənənəvi sualımı verim sizə. Yəni alana xeyir. Bu qədər. Alana xeyir, alın sürün. Mən tövsiyə edirəm. Çanqan Q07 özüm onu istəyirəm. Deməli biz burada belə deyək də çarpazlaşırıq. Mən BYD Song Plus bəli, azarkeşiyəm. Nəyə görə? Müqayisəsində. Çünki belə deyim, Q07-ni əsas mən ailə avtomobili kimi görürəm. Mən onun qabaritinə görə sevirəm. Bəli, siz ona görə sevirsiniz. Aerodinamika demək olar ki, çox zəifdir. Dizaynla da bu görsənir açıq-aydın. Song Plus isə daha çox idman üslubunda belə deyim də dizayn olunub və hər iki avtomobilin interyerində də baxdım. Material keyfiyyəti məni daha çox BYD daha üstün gəldi. Zövqə görə dəyişir də belə götürsə. Nəinki Q07, amma təbiidir ki, hal-hazırda demək olar ki, yaxın qiymətlərdir. İndi biz də bu iki avtomobil arasında qalanlar üçün alternativ çıxartmışıq ki, BYD Song Plus yoxsa Çanqan Q-yan, bəli, Q07. Bəli. Və son olaraq bu avtomobilləri alan sürücülər əsas nəyi yoxlamalıdır və nəyə fikir verməlidirlər? Yeni avtomobildə elə çox yerləri yoxlayıb baxmağa ehtiyac yoxdur. Əsas zavod bırak ola bilər, defekt ola bilər YSVT-də, pillələr qutusunda. Hansı avtomobildə, yoxsa hər ikisində də ola bilər. Əsasən BYD-də rast gəlmişik. Əsasən indi mən BYD-ni pisləmək istəmirəm, amma bəlkə çox satılır deyə o deyirik. Deyirik kim ən çox səhv eləyir, çox işləyən. Bəli, təbii. Bəlkə bu çox satılır, ona görə çox səhv buna rast gəlir, ola bilər. Amma yəni yenə də əsas CVT-yə, pillələr qutusuna riayət olunsun və sürüş tərzinə dediyim kimi riayət olunsun və başqa yerləri üzr istəyirəm, sonunda demək istəyirəm ki, başqa yerləri bilmirəm. Bayaq siz verdiyiniz sualda məndə yarımçıq qaldı. Bizim servizdə bu hər iki avtomobilin hər bir hissələri, yəni ehtiyat hissələrinə yönləndiririk, bizdə deyil. Amma yağa, mayelərə, istimə soyutma mayesi, əyləc mayesi, mühərrik yağları, filtrləri, hava olsun, salon olsun, yanacaq filtri olsun, hər biri mövcuddur və professional şəkildə xidmətlə göstəririk. Əla. Gözəl, çox sağ olun Şirin Usta gəldiyiniz üçün. Biz isə keçək bu avtomobillərin sürüş testinə. Əgər bu avtomobillərdən sizdə varsa, yağının mayesini Şirin Usta gəlin servizində dəyişə bilərsiniz. İndi isə keçək sürüş testinə. Üç şeyi test edəcəyik. Əsas. Yerindən sürətlənmə, sport rejimdə test edəcəm hər iki avtomobili. Nəzərinizə çatdırım ki, bu 1.5 turbo mühərrikdir. Və bundan da əlavə yerində əyləcləmə. Çünki bu at gücünün qarşısına duran bir əyləc sistemi lazımdır və təbii ki, askı sistemi isə dairə edərək yoxlayacağıq. Birinci başlayaq artıq öyrəşdiyiniz ənənəvi yerindən sürətlənmə testinə. 1, 2, 3. Yaxşı. 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 Yaxşı.
Yaxşı. Amma nəsə askı sistemi məni açmır. Çox maraqlıdır. Düşünürəm sanki bu dəqiqə arxası sürüşəcək avtomobilin. Ön çəkən də hər iki avtomobil. Və bu avtomobilin akkumulyatorundan bir balaca sizə bəhs etmək istəyirəm. Akkumulatoru kifayət qədər dözümlü akkumulyatordur. Golden Bell markasınındır və bu marka 1951-ci ildən batareya istehsal edir. Ona görə də bu avtomobillərin batareyalarında elə də sən demə problem yaranmırmış. Araşdırdım bunu. Əyləc müqayisə eləyək Song Plus-la, görək özünü necə göstərəcək. Əyləc elə bir ki, yəni, nə bilim, neysə məni açmadı əyləc o qədər də. Pisdir deyə bilmərəm. Amma vaudur, onu da deyə bilməyəcəm. Keçək dairə testinə. Yoxlayaq görək dairədə özünü necə göstərir. Nəsə yaxşıya oxşatmıram. O, əməlli başda açdıq, töküldük. Sürüşür avtomobil biraz. Sürüşür. O qədər də yox, amma yəni o qədər də risk almayın da bu avtomobillə sərt dönüşlərdə. Yaxşıdır, pis deyil. Pis demək olmaz. 207-nin testi bu qədər. Avtomobilin izolyasiyası və yumuşaqlığını, komfortunu hiss etmək istəyirəm, müqayisə etmək istəyirəm və sizlərə çatdırmaq istəyirəm. Daha kip avtomobil sürdüyümü hiss eləyirəm digər avtomobillə müqayisədə. Daha səssiz avtomobil idarə etdiyimi hiss eləyirəm. Amma daha sərt avtomobil idarə etdiyimi hiss eləyirəm. Yəni, düzdür, sükan sportda olduğuna görə sükan da sporta keçdi və sükan da daha ağırlaşdı. Hər ikisi elektron sükandır. Hər ikisinin demək olar ki, o komfortu var. Bu heç. Burada da lidarın verdiyi informasiyalar var. Amma sadəcə olaraq head-up display yoxdur. Mən bunu alətlər panelindən izləyə bilirəm. Bəli, BYD daha kipdir, daha izolyasiyası daha güclüdür deyə bilərəm. Daha səssizdir deyə bilərəm, daha kipdir deyə bilərəm. Torpedanın özü də səssizliyə Song Plus-da. Konkret torpeda möhkəmdir və də detallar daha keyfiyyətlidir. Nəinki 207. Və onda nəzərinizə çatdırım ki, BYD-ni bizə BYD Motors Baku təqdim eləyib. Bilirsiniz ki, yanvar ayından artıq Çin avtomobillərinin, nəinki Çin, hibrid və elektromobillərin qiymətləri qalxacaq. Ona görə də BYD Baku Motors belə bir kampaniya elan eləyib ki, deməli, siz köhnə qiymətlərlə dekabr ayının sonuna qədər onlardan bu avtomobili əldə edə bilərsiniz. Nömrələrini və ünvanlarını görürsünüz aşağıda. Badamdar şosesində yerləşir və BYD Motors Baku Azərbaycanda etibarlı BYD-nin, yalnız və yalnız BYD-nin etibarlı satış nöqtəsidir. Ona görə də digər salonlara fikir verməyin. Onlar qiymətləri qaldırıblar. Amma burada qiymətlər dekabr ayının sonuna qədər köhnə qiymətlərlədir. Ona görə də tələsin BYD almağa. Düşünürəm ki, artıq yerindən sürətlənməni test edə bilərik. Başlayaq. Deməli, 1, 2, 3. Bax, belə olur sonra.
Çin avtomobillərinin at gücünə inanmır ey insanlar. Bax, 207 375 at gücü, Song Plus 319 at gücü DMI. Yəni bu qədər at gücü fərqi var, amma yəni sən hiss elədin də ölü sürətlənmədə. Yəni tamam fərqli bir şeydir bu. Yəni bu avtomobilin yerindən sürətlənməsi daha möhtəşəmdir. Yəni 0.7-dən qat-qat üstün idi. İndi isə əyləci yoxlayaq 50-60 sürətdə. Əyləcləmə yerindən sürətlənmə ideal 4x4. İndi isə başlayaq dairə testini etməyə. Hop, qəşəng. 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 Əla. Məncə çox yormayaq. Mənə hər şey aydındır sürüş testində. Çox maraqlı olan bir sən nədir? İkinci dəfədir mən 207-ni müqayisə edirəm. Bir dəfə Dipal S7 keçdi onun qabağına, mən Dipalı seçdim. Yəni öz markalarıdır da yeri gələndə. Amma bu dəfə də BYD Song Plus, DMI, yəni göz qabağındadır sürüş. Bilmirəm nə qədər sizi ötürə bilirəm. İdeal. Verilişin sonu yaxınlaşır. Gözləyin. Sonda mənim seçimimi görəcəksiniz. Və beləliklə verilişin sonuna gəldik. Ənənəvi olaraq mən seçdiyim avtomobilin qarşısındayam. Bu iki avtomobilin müqayisəsində mənim seçimim BYD Song Plus-dır. Hər kəs demək olar ki, mənim gizli də olsa sevdiyim avtomobil markasını tanıyır. Və bu avtomobilin aerodinamikası, istər idman görüntüsü məni bu iki avtomobil müqayisəsində daha çox bu avtomobili seçməyi məcbur edir. Və bu iki avtomobili hardan götürdük? Kimlər bizə təqdim etdi? Changan Kyoyan 207-ni Bab Avtodan götürdük. Bu avtomobillerin orada çox modelləri var. İstər digər Çin avtomobilləri, istərsə də bax Changanın digər modelləri də orada satılır. Hətta Çindən işlənmiş Çin avtomobillerini də az yürüşlə Azərbaycana gətirirlər, həm də zəmanət verirlər. BYD avtomobilini isə hardan əldə edə bilərik? Təbii ki, BYD Motors Bakudan. Azərbaycanda BYD markasının etibarlı satış mərkəzindən. 2024-cü ildən bu vaxta qədər BYD avtomobillərini etibarla Azərbaycan sürücülərinə təqdim edirlər, zəmanət verirlər, ehtiyat hissələrini satırlar, servisini həyata keçirirlər və indi onlarda bir kampaniya da var. Dekabr ayının sonuna qədər siz BYD avtomobillərini köhnə qiymətlə əldə edə bilərsiniz. Bilirsiniz ki, yanvar ayından artıq bu avtomobillərin qiyməti qalxacaq. O zaman tələsin, əlaqə nömrələri ilə danışın, ünvanlara yaxınlaşın, test-drive edin və BYD avtomobillərini əldə edin onlardan. Mən Marat Namazov, Start-Stop verilişinin stop düyməsini sıxıram.